Əllomə Qazi məktəbinin yanaşmasına görə insan yer üzünə təsadüfən yox, planlı şəkildə göndərilib. Yəni Allah insanı dünyaya göndərmək istəyirdi. Bu hadisə isə bu keçidin təbii səbəbi kimi təzahür etdi. Əllomə Təbətəbai və Ayətullah Həsənzadə Amuli insanın kamilliyi haqqında ortaq bir prinsip qoyur. Hazır kamillik dəyər daşımır. Qazanılmış kamillik isə həqiqi kamillikdir. Yəni əgər insan əvvəldən kamil olsaydı, nə seçim olardı, nə inkişaf, nə də mənəvi yüksəliş. Quran buyurur, onlar üçün orada nə istəsələr var və bizim yanımızda daha artığı da vardır. Əllomə Təbətəbai bu ayənin şərhində qeyd edirdi ki, insanın istəkləri axirətdə tam və kamil şəkildə qarşılanır. Amma ayədə qeyd olunan daha artığı maddi ləzzətlərdən üstün ruhani və idraki ləzzətlərdir. Deməli, axirət hissiz bir boşluq sayılmır. Əksinə insanın bütün hisslərinin kamilləşmiş formasıdır. Digər ayədə buyurur, onlar orada əbədi qalacaqlar və nə bir yorğunluq görəcəklər, nə də oradan çıxarılacaqlar. Şəhid Mürtəza Mütəhərri bu ayənin təfsirində qeyd edirdi ki, insanın sıxılması təkrar və məhdudluqdan yaranır. Axirətdə isə zaman məhdud deyil və ləzzət təkrarlanan deyil. Yəni şuur daim yenilənir. Ümumiyyətlə cənnətin ən böyük neməti yeməkdən, bağdan və ya da çaydan ibarət olması deyil, Allahın huzurunu hiss etməkdədir. Quranda qeyd olunur, heç bir nəfs onlar üçün gizlədilmiş göz aydınlıqlarını bilməz. Ayətullah Həsənzadə Amili bu ayənin təfsirində qeyd edirdi ki, insan axirəti bu dünyadakı təsəvvürlə anlaya bilməz. Çünki oradakı varlıq bu dünyanın qanunlarına tabe deyil və varlıq halı anlayışı o deməkdir ki, cənnət sadəcə məkan deyil, insanın daxilində yaşadığı bir səviyyədir. Məsələn, insan kədərli olanda dünya ona dar gəlirsə və xoşbəxt olanda hər şey geniş görünürsə, deməli hiss etdiyin hal yaşadığın dünyanı dəyişir. Axirətdə isə bu hal tam kamil olur. Yəni insan öz daxilində cənnəti yaşayır.